Soliton mağazalarının baş sponsorluğu ilə İmtina serialının 27. bölümü başladı. Mənə çox gözlədiniz. Belə də 20 dəqiqə, yarım saat. Zəng eləsəz tez gələrdim. Əşki canın sağ olsun. Mən həmişə 8-də gəlirəm. Mən onu bilmirdim də. Bir dənə bagaja qoymağı da kömək elə vəssalam. Problem yox. Çox sağ ol Eyvaz, hələlik. Sağ ol. Gedib çay dəmliyim. Yo, sağ ol, narahat ol. Sabahın xeyir. Zəng eləyə bilərəm. Aha, gördü. Sabahın xeyir. Hər vaxtın xeyir. Mesajı oxudun, amma cavabı yarım saatdan sonra yazdım. Yatırdın? Yox, yatmaq nədir? Bu vaxtda kişi yatar. Mesaj gələndə yoldaydım, maşın sürürdüm. Səhər tezdən hara gedirsən ki? Hara gedəcəm, iş dalınca. İndi imkan tapdım, ona görə indi cavab verdim. Hə, buyur, eşidirəm. Səhər yeməyinə dəvət eləmək istəyirəm səni. Səhər yeməyinə? Hə. Bu vaxtda ac xanım qalar? Onda nahara dəvət edirəm. Bilirəm, razılaşacaqsan. Pah, bu nə əminlikdir? Yuxuda eşşək görmüsən axı. O nə deməkdir ki? O deməkdir ki, bugün görüşə gedəcəksən. Nə vaxt görüşək? Gün ərzində qulluğundayam. Ara gəlim. Evdən çıxanda sənə xəbər eləyərəm. Oldu. Eşeğin biri eşek. Bunun çiçək almağı nə uzun çəkdi? O haramzada qayıtmayacaq Firuze. O səni allatdı. O harasa öz işinin dalınca getdi. Onun işi başına dəyməsin yazıqdır. Onun işi var. Onu bilmirəm də Firuze. Onu bilsəydim nə var idi ki? Həyətdə bastırmış olmaz. Bizim həyətdə. Hədə. Hədə. Başqa hara qoya bilər ki? Bəlkə əmsi kimi o da qazıb həyətdə bastırıb. Gəl də. Gəl gedək. Baxaq. Birbaşa bura niyə gəlsən? Evin qabağında yer bundan çoxdur. Orada heç olmasa ağac var. Həm də ərində yan yörəsində bastıra bilər də. Ay ağlına keşə yamayım. Orada nə vaxt qazıb bastırdı ki sən görmədin? Bütün günü evdəsən. Burada belədir ki, bu de, pəncərəsindən bura çıxış var. Fikirləşirəm ki, gecə çıxıb burada qazıb bastıra bilər, heç kəs də görməz. Evin qabağında elə şey eləmək olar. Bəs soruşmazsan ki, ay bala, görəşən kimi niyə buranı qazırsan? Nə bilim, Firuzə özü, al qalıb məndə. Suda boğulan saman çöpündən yapışan kimi mən də alma nə gəldi deyirəm də. Yox, Firuzə, burada yoxdur. Yer qazılsa o saat bilinər. Nətər pis vəziyyətə düşmüşük. Laçın gilə də açıb danışa bilmirik.
Qalmışam içimdən qırıla-qırıla. Axırda hirsimdən beynimə qan sızacaq. Köpək oğlu nə təri bizə zülüm verir. Ged ora gəlirəm. Sözüm var. Neçə vaxtda fikir verirəm, sağ ol. Leyla'ya da, Saraya da çox yaxşı baxırsan. İkisindən də soruşmuşam, səndən razılıq eləyirlər. Mən də fikirləşdim ki, nə vaxt səni mükafatlandırmıram. Demişdim axı, əlimə fürsət düşdükcə sənə əlavə görün baxım eləyəcəm. Qəşəng bir sırğam var. Bunu verirəm sənə. Götür, halalın olsun. Amma taxma ha, apar sat. Bunu mənə Sənanın rəhmətli yoldaşı vermişdi. Qızlar da sırğanı tanıyırlar. Baxma da, qulağında görsələr onlara da pis təsir eləyər. Elədirsə niyə verirsiniz Elsa xanım? Az taxmıram da, neçə vaxtı qalmışdı orada. Bayaq gözümə sataşdı, dedim qoy gətirim verim sənə pul əvəzi. Qoy cibinə də. Allahına da min şükür elə. Niyə özünü naza qoyursan? Yaxşı Elsa xanım, başa düşdüm. Çox sağ olun. Payınız artıq olsun.
Cəsarətin xoşuma gəldi. İcazəsiz gəlirsən bir. Gedəcəm, getməyəcəm soruşmadan qapını açırsan bu da iki. Firuzə xanımın oğluyam da. Oturmursan? Birbaşa emalatxanaya sürüm. Emalatxanam çox dörd-töküntü deyə. Olmaya xoşun gəlib oradan. Emalatxana elə tör-töküntü olar da ya. Yaradıcılıq yerdə axı. Həm də şəklimi götürmək istəyirdim. Bəs evinizə gətirməyim? Elə danışmışdım bax. Könüldən xahiş edeyim, yoxsa məndən gedək? Özüm gətirsəm olmaz? Ciddi sözümdür. Əlbəttə. Məkanat gəlim. Mənim gözüm üstü. Eyvaz! Eyvaz! Bəli, Kənan xanım. Bu haran açardı? Onun zəhmət olmasa sirmiyə qoyun. Ambarda şkaf var, onu açardı. Səhər Eldar mənim gəlmişdi, ona görə götürmüşəm. Eldar hara gəlmişdi? Burada, mağazaya. Eldar səhər tezdən bura nəyə gəlib ki? Onun ambarlıq burada nə işi var? Keçən həftə gətirib ambara çanta qoymuşdu. Bugün səhər yanına onu götürdü. Ambarda onu görə açmışdım. Yadımdan çıxıb sirmiyə qoymamışam açarı. Nə çantaydı? Bilmədim Kənan xanım, soruşmadım. İri çantaydı, ağır idi. Ambara qoyanda da kömək eləmişdim, götürəndə də. Hə, Eyvaz, yaxşı, sağ ol. Siz sağ olun. Hadisələr deyəsən yüksələn xətt üzrə inkişaf edir. Səbəbkarı ya günahkarı hər nədirsə sənsən Şəms. Natəvan xanım, bu lap tutarlı cavab oldu, ha. Keçək? Əlbəttə. Könül dedi, dünən xəstəxanaya getmişsiniz. Könül emalatxanaya gəlmişdi elə. Şəkli götürüb evə gedirdik ki, birdən zəng gəldi. Belə, Şəms. Dünyanın ən narazı qadınını gördünüz? Ha? Kəşfiyyat məlumatlarına görə ki, Firuzə xanım iki daşın arasında davranışı ilə bütün dediklərimi təsdiqləyib. Əzüf ki. Heyif ki, Adəm özündə deyilmiş. Bilirsiniz necə? Firuzəyə cuy tutur. Ərlə arvadın torpağı bir yerdən götürürlər sözü onlara deyirlər, bax. Şəmsi, bu qədər narazılığın qabağında necə könüldən əl çəkmirsən, hə? Çox maraqlı. Könlün özünə gəlir. Yəni,
Laçın könül qədər yoxdur. Yo, niyə ki? Mən demişdim axı. Laçınla könül elə bir o ailənin övladları deyil. Onda mən niyə qorxudursan? Ha, yox, sizi qorxutmuram. Əksinə, məmnuniyyətlə sizlə qohum olardım. Özə qohum olandan sonra bilirsiniz sözümüz necə tutacaq. Bitməz, tüyənməz mövzular var ki, danış ki, danışasan. Nəysə, bu soranın işidir. Bax gör adam nə istəyir. Salam. Salam Şəmsə. Nəsə olub? Yox, heç nə olmuyor. 5 dəqiqə vaxtını almaq istəyirəm, olar? Hə, əlbəttə. Buyur, əyləş. Bilirsən Şəmsə, üst-üstə 10 dəqiqə söhbət eləməmişik. Gəlişim qəribə gələ bilər sənə. Xahiş edirəm, anlayışlı qarşılaq. Qardaş, sıxılma, sözünü rahat de. Bu Eldar Günün ailəsini soruşmaq istəyirəm səndən. Çox götür-qoy elədim. Qərara gəldim ki, səndən soruşum. Çünki sən onları yaxşı tanıyırsan axı. Buyur, nə istəyirsən soruş. Bu ailənin qaranlıq adamlarla əlaqəsi var. Başa düşmədim. Bilirəm, imkanları yaxşıdır. Onlar nə işlə məşğuldurlar? Xatakar adamdılar. Nə işlə məşğul olduqlarını heç kim bilmir. Mən qarışıq. Xatakar adam olub olmadıqlarını da deyə bilmərəm. Bir onu deyə bilərəm ki, Adəm yaxşı adam deyil. Hələ yumşaq deyirəm. Adəm yəni o qədər pis adamdır ki, əlindən nə iş desən gələr. Yəni çünki o pulu övladlarından çox istəyir. Bəs o böyük oğlu? Yox, o başqa adamdır. Tanımasam heç vaxt inanmazdım ki, Laçın Adəmin oğludur. Yəni? Yəni sözü bütöv, ürəyi təmiz, açıq fikirli, nə bilməyim, bir yaxşı adam haqqında başqa nə demək olar? Bir sözdən yaxşı oğlandı da. Nəyə görə soruşsan ki? Deməli adı Laçın da? Bəli, ona nə sözün varsa gedib deyə bilərsən. Eldarla problemin var. Elə Eldarla da, Adəmlə də. Hə, onda get söhbətini Laçınla elə. Nə məsələdə deyə bilmərəm, amma böyüməyə qoyma. Oldu, çox sağ ol. Uğur olsun. Zeynəb, otağıma axırıncı dəfə nə vaxt yığışdırmısan? Dünən. Nəsə olub? Sırğamı tapa bilmirəm. Sara, harasa gedirsən? Hə, rəfiqəm zəng elədi, onunla görüşəsi oldum. Sırğanı hara qoymuşdun? Sirməyə qoymuşdum, indi yoxdur. Hansı sırğadan danışırsan? Çələyə oxşayan bir sırğam var idi, üstündə qaşlar. İstədim götürüm taxım, tapa bilmədim. Heç fikir verməmişəm. Eybi yoxdur, yəqin Leyla götürüb. Axşam gələndə soruşaram. Sən nə vaxt qayıdacaqsan? Bilmirəm, tez qayıtsam bir şey fikirləşərik. Hə, yaxşı.
Sara çıxdı. Hə, getdi. Saran sırğalar məndədir. Elza verib. Nə bildin? Mənə söz eşitdirmişdi. Nə demişdi? O vaxt səni qovmaq istəyəndə söz eşitdirmişdi. Dedi ki, birdən evdən nəsə etsə, təəccüblənmə. Yəni ki, Zeynəbdən hər şey gözləmək olar. Dolayısıyla bunu dedi. Başa düşdüm indi. Verəndə nə dedi, adını nə qoydu? Dedi, bunu sənə pay verirəm. Amma taxma. Deyir, qızların rəhmətli anası mənə hədiyyə vermişdi. Amma uşaqlar tanıyır Sırxanı. Buna görə aparsadı. Mənə dediyindən daha ağıllı variant eləyib. Deməli, satmayıb saxlasam, adımı oğru qoyub məni şərləyəcək. Satsan da məni şərləyəcək. Sənanın yanında məni günahkar çıxaracaq. Heç nədən problem yarandı da. İndi üzə çıxartsan bir problem yaranır, çıxartmasan da bir problem yaranır. Heç bir problem yaranmaz. Götür bunu. Elzaya nə deyəcəksən? Götür, sən hələ sırğanı götür. Axı deyib analarını sırğalardı, uşaqlar tanıyır. Məndə görsə lap böyük problem yaranacaq. Götür sırğanı. Deyərsən ki, həyətdən tapmışam. Göyə itirmisən. Yox. Deyəcəm, gördüm ki, Sara sırğasını axtarır. Mən də qorxdum, apardım, atdım həyətə. Onda lap pis çıxır ki. Elə bil ki, Elzanın oğurluq elədiyini bilirsən. Onda sən sırğanı axşam Sənan müəllimin yanında verərsən Sarıya. Qoy dili gödək qalsın. Ağıllı adamsan ha. Elza ilə müqayisədə biraz ağıllıyam. Darıxdın? Laçınlı? Yadımdan çıxmamışdım. Bu gün evə tez get, evdə ol. Nəsə olub? Xeyr ola. Sən niyə qorxuya düşürsən ki? Nataban bizə gələcək. Vallahi şəkli götürmək istədim. Dedi ki, evinizə getmək istəyirəm, özüm gətirəcəm. Sənlə gedəcək? Yox, məkan atmışam, özü gələcək. Ona görə deyirəm ki, tezcə də evdə ol. Yaxşı. Sən nə demək istəyirdin? Eldar səhər bura gəlibmiş. Eyvaz dedi. Deməli, səhər tezdən evdən çıxan kimi birbaşa bura gəlib. Elə çıxır. Çünki Eyvaz dedi ki, o gələndə Eldar artıq buradaymış. Oturub onu gözləyirmiş. Nəyə gəlibmiş? Elə ən maraqlı sual da odur. Sən bilirdin Eldar bura ambara nəsə qoyubmuş? Yox, nə qoyub ki? Nəsə çanta qoyubmuş. Nəsə nədir? Çantanın içindəki nə olduğunu Eyvaz bilməyib. Deyir, gətirəndə də kömək elədim, aparanda da. Rəzulov, nə işlə məşğul olur ki? Xəlvət gətirib ambara nəsə qoyur. Sənin xəbərin yox idi ki? Yox, sən deyəndə bildim. Eyvaz deyəndə mən çox dərinə getmədim. Elə bildim sənə deyib. Yox, mənim xəbərim yoxdur. Bu nə işdirsə, gizlin məşğul olur. Deməli, Atagilin də xəbəri yoxdur. Nə ola bilər ki? Bilmirəm. Qorxuram, axmaq iştalanıza düşər. O da ata kimi pul girdi axı. Canıma qorxu düşdü. Atagilə demisən? Yox. Onda heç nə demə hələ. Əlimizə fürsət düşüb. Çökəcəm yaxasına, öyrənəcəm. Əmi. Əmini gördüm, yadıma düşdü. Dünən də gəlmişdi, mənə nəsə demək istəyirdi. Bəs niyə demədi? Şəmsi buradaydı deyil. Şəmsi nəyə gəlmişdi? Atan elə olduğunu səndən eşitmişdi deyə. Xoş gəlmisən, əmin. Xoş gördük, Əmi. Buyuram, kes. Əmin müştəri deyil, çayı özüm gətir. Baş üstə.
Alo. Bugün Natavanı işe Laçın gətirdi. Xəbərin var? Hə, Natavan dalınca getdiyini mənə dedi. Amma işə parmağını bilmirdim. Hə. Maşından düşəndə özüm gördüm. Hə, lap yaxşı. Yox, paxıllığın tutmur. Nə demək istəyirsən? Demək istəyirəm ki, gəlmişəm, mağazanın yanındayam. Gözləyirəm səni. Alo. Nə oldu, səsin yenə gəlmədi? Ay qız, naz eləmək vaxtı deyil, Ömür gedir, gün gedir. Yaxşı, gözlə, Laçından cəza alım, gəlirəm. Ay, sağ ol. Bax, bu oldu mən istəyən söhbət. Laçın, həmin sənə qurban olsun. Allah eləməsin ayım. Səni nə qədər çox istədiyimi özün yaxşı bilirsən. Bilirəm əmi, qarşılıqlıdır. Gözlərinə qurban ol. Elə onu bildiyim üçün gəlmişəm. Çox götür-qoy elədim, əlacım kəsildi. Sənə deməyə bilmərəm. Nə olub əmi? Ciddi məsələ deyil. Əminin ölüm-dirim məsələsidir. İndi hamısını yerli yataqlı danışacağım. Ağlıma elə şeylər gəlir ki, dilimə gətirməyə qorxuram. İnanırsan, qorxuram sözü az deyil, vahimələnirəm. Nə olub axayım? Oğlum, bir səhv iş tutdum, onda sən həbsdəydin. Ay, çox sağ ol. Laçın, mən bir saatlıq getsəm. Hə, get, hara istəyirsən, get. Hə, sənə qurban. Sən həbsdə olanda mən bir səhv iş tutdum. Əslində, səhv də demək olmaz ona, məcbur oldum. Əmi, xahiş edirəm, uzatma. Ürəyim partladı, de. Müsibət səni. Ay qız, biz evli olub ayrılmışıq. Arxada niyə oturursun? Gəl yanımda otur da. Bilirsən, Nədir? Qorxma, icazəsiz öpən deyiləm. Dur, gəl bura. yox, qorxdum ki, birdən çıxıb arxamca baxarlar. Həmidəm də burdadır. Ona görə utandım, ehtiyat elədim. Sən qurbanım, az utan da. Hər şeyin də həddi hüdudu var axı. Şəmsi ilə könlün canı üçün qardaşınla Natavan bizi keçəcək. Mən istəyirəm onların toyuna qol-qola gedək axı. Gedək. Hara? Qaçırdıram. Dəlisən? Qıfıllamışam, ancaq bayırdan açılır. Şəmsə, qurban olun, məni biabır eləmə, aç qapını. Nə gözəl dedim. Onu bir də dedim. Şəmsə, xahiş eləyirəm, qapını aç. Bir dənə onu bayaqki kimi deyim. Şəmsə, dolama da məni, xahiş eləyirəm. Bayaqki kimi bir dənə deyəndə xahiş edirəm. Şəmsə, xahiş eləyirəm, aç qapını. Yox, olmadı ki. Bayaqki kimi deyim. Bir dənə bayaqki kimi deyim. Dolama da məni, xahiş eləyirəm. Olmadı ki. Bayaq nətər dedim. Bir dənə onu təkrar elə. Şəmsi, qurban olum. Nə gözəl. Ləzzət edir ya adam. Aç da, aç, düşün qapını. Qorxma, ara qaçırdıram. Sən də kefsən, Laçından ayıbdır. İcazə almısan, vaxtımız var. Dedim gedək birlikdə nahara gedək. Gətirərəm. Lakin sənə qurban. Kəndə gedib çalanı boş görəndən yediyim, içdiyim zəhər zəqquma dönüb.
İnanırsan, hər dəfə telefonuma zəng gələndə ölüb ölümdən qayıdıram. Səksənirəm ki, Cahangir bir gün zəng eləyəcək. Əmi, Ay canım. bəs o deməyə vahimələndiyin fikir nədir? Başa düşdüm də, başına belə bir iş gələyib, çıxılmaz vəziyyətdə qalmısan. Bəs o ağlına gələn fikir nədir? Əmi, tam arxeyin olayıb, bu söhbət elə burada da qalacaq. İnan məni çağırmağa çəkdilər də, heç kimə bir kəlmə də demərəm. Məni öz balan kimi qəbul edirsənsə, xahiş edirəm. Fikrindən nə keçirsə hamısını de. Görürəm, əziyyət çəkirsən. Bəlkə mən sənə kömək eləyim. Bir təxminim var. Nədir qurban olum sənə? Atamdan şübhələnirsən? Amma deyirsən ki, Humayı göndərmisən, gedib yoxlayıb. Ay sənə qurban olum. Elə ona görə səsimi çıxartmırdım. Adəmlə ona görə məsləhətləşdim. Amma sonra bir yaxın adam var, mənə çox ağıllı bir söz dedi. Nə dedi? Dedi, bəlkə pulu çantanın üstünə düzüblər, altına kağız doldurulmuşlar. Umaydan da soruşanda elə dedi. Dedi, getdim, açdım, gördüm içindədir, qaytardım, bağladım. Əmi, çanta necə çantaydı? Belə böyük çantaydı. İdman çantası kimi belə dərinliyi bax belə. Belə bir şey idi. Rəngi nə rəngi idi? Niyə soruşursan? Evdə nəsə görmüsən? Yox, heç nə görməmişəm. Gedib axtararam. Hə, başa düşdüm. Axırıncı nə soruşdun? Rəngini soruşdum. Ay baba, gecə vaxtı idi da, onu dəqiq deyə bilmərəm. Ya qara idi, ya tünc göy idi. Başa düşdüm. Atamdan şübhələnmək üçün əlində nəsə əsas var. Qardaşındır da. Sən atamdan soruşmadın ki, ay qardaş, oturduğun yerdə necə oldu belə varlandın? Ay balanı mən soruşmadım. Həbsxanaya yanıma gələndə özü açdı dedi. Nə dedi? Dedi, könüllü varlı bir adama nişanlamışam. Rusiyada yaşayır. Mayanı da dedi o verib. Bəs sən soruşmadın? Mən həbsdən çıxan günü özü dedi. Mənim nəsə soruşmağıma ehtiyac qalmadı. Təhbətə olanda özü danışdı. Bəs könülün bu varlı nişanlısı hanı? Əmi, o nişanlı söhbəti sənə dəqiq deyirəm ki, olmayıb. Tam arxeyin olayıq, elə söhbət yoxdur və yerli dibli olmayıb. Bəs sənə nə dedi? Mənə də tamam başqa şey danışdı. İndi mən bədbəxt oğlu bədbəxt. Şübhələnməyim neyini? Əmi, gəl belə eləyək. Sən bu sözü mənə deməmsən, heç kimin də yanında heç nə danışmırıq. Mənə biraz vaxt ver, bu işin axırına mən özüm çıxacam. Ay əmi, olmadı ki. Sən məni özümə oğul bil.
Sərvi boylu gözələ eşq olsun. Özün də hündür boy deyilsən ki, deyim sataşırsan. Mənim haram sərvi boyludur. Özün demirsən ki, eşeğə? Bax, sənin belə səmimi etirafın üçün səndən xoşum gəlib. Onda əyləş. Bu nə idi maşınla gəlir? Xoşuma gəlmədi? Yox, ürəyim bulandı. Hə, düz deyirsən. Dünən maşın bütün günü qardaşımda olub, onun at qolundan idi. Mənim də üstümə çöküb. Qardaşımın zövqü. Şüşələri açarıq dağılar. Gör mənim zövqüm necədir. Görüşümüz üçün bir mahnı tapmışam. Nə mahnıdır? Qulaq as. Sənin zövqün pis deyilmiş. Şükür. Onda gedək. Hara? Mənim zövqümün bəyəndiyi yerə. Biz indi yeni sevgili deyirik ki, mən durum indi sentimental cümlələrdən istifadə edeyim, nə bilim, sənə eşq elan edeyim. Əsas məsələ nədir? Qayıdıb birləşməyimizi istəyirsən? İstəyirsən. Əsas məsələ də odur ki, başa düşürsən ki, ana səhv edib. Bəs onda nəyi gözləyirsən? Demişdim axı sənə, qorxuram ki... Nankorluq eləməkdən. Burada nankorluq nə var axı? Vallahi, dərinə getsək, onlar da razıdırlar. Sadəcə deyiblər deyə sözlərini geri qaytarmaq istəmirlər. Nə deyir? Laçın nə deyir? Söhbət eləyə bilməmişəm. Niyə? Vaxt tapa bilmirəm. Ağa, siz bir yerdə işləmirsiniz. Bütün günü bir yerdəsən. 5 dəqiqə vaxt tapıb ondan söz soruşa bilməmisən. Şəmsi, bizim evdə vəziyyət elə pisdir ki... Nə olub ki evimizdə? Başa düşmürük də. Atam Eldarla dalaşıb. Eldar anamla dalaşır. O gün də acılı yeyib evə gəlmədi. Eldar? Hə. Niyə? Bilmirik də, bilmirik. Laçınla bütün günü ailəmizin müzakirəsi gedir. Mən də utanıram öz söhbətimi ortaya salmağa. Onda heç eləmə. Heç nə də demə. Aydın məsələdir ki, Laçın razıdır da. Razı olmasa səni mənim iş yerimə gətirməz ki. Gönül. Gəl, daşıb tök ətəyindən. Elə buradanca çıxaq, otur mənim maşınıma, gedək evimizə. Vallahi uzağı 1 il ömrüm var. Uşağımız olandan sonra atanla anam da bəlkə də bizi evinə qonaq çağırarlar. Nə deyirsən? Bilirsən nə var? Mən bu söhbəti səndən axırıncı dəfə edirəm. Ya hədinən, ya yoxdur. Nə qədər olar, Bir gün eşidərsən ki, nişanlanmışam, 2 əlin olacaq, bir başın. Dilim qabar oldu ya mənim. Mənim Adəmlə Firuzənin nazınla oynayası halım yoxdur. Axırıncı dəfə deyirəm, get fikirləş, sabah mənə qəti qərarı deyərsən. Nə əsib coşursan? Belə sərt oğlan idinsə, elə anamın cavabını vaxt özüm verərdim də. Qoymazdım mən evdən çıxartmağa. Şükür Allaha. Şükür Allaha ki, ömürdə bir dəfə sən də bir ağıllı söz danışdın. Düz demirəm. Neyiniyim, gəlim axşam səni evinizdən çıxardım? Yox, bugün yox. Bugün Naytavan bizə gəlməlidir. Ciddi sözündür. Hə, Laçın dedi. Dedi, get evdə ol, Naytavan bizə gələcək. Onda yeməyimizi tez yeyək, qalxaq da. Mən bitirmişəm. Onda qalxaq.
Salam Laçın müəllim. Gülaydı. Salam qardaş. Bağışla fikirdeyim. Əyləş də, sən Allah bağışla, yaman fikirdeyim. Sən bağışla. Bilirəm, atan gülməni sənə başqa cür təqdim ediblər. Ona görə gəlmişəm ki, qaranlıq məsələlərin hamısını aydınlaşdırım. Söhbətə başqa cür də başlaya bilərdim. Sən qardaş dedin deyə də səmimi danışıram. Xahiş edirəm, əyləş. Buyur qardaş, eşidirəm. Buyur qardaş. Bu sizin əmanətiniz. Nədir? Necə nədir? Sənin xəbərin yoxdur. Nədən? Atan gül sənə heç nə deməyib. Nə barədə? Evinizdə mənim haqqımda söhbət olmuyor. Şəmsini döyməyi deyirsən? Həşm. Şəmsi söhbəti çoxdan qurtarır. Gedib Şəmsidən üzr də istəmişəm. Bəs sənin haqqında başqa nə söhbət eləməliydik? Deməli səndən gizlədirlər. Nəyi? Gizlətməli nə var axı? Onda bir söz deyim lazım, xətrinə dəyməsin. Atan gildən baş açmırdım. İndi də lap çaşıb qaldım. Ay kişi, sən nədən danışırsan? Bir açıq da görüm. Bu nədir gətirmişsən? Bu nə əmanətdir? O puldur Laçın. Nə az, nə çox. Düz 250 min puldur. Bizim puldur? Sizin də ki gətirib verirəm də. Bəs bizim puldursa səndə nə gəzir? Bizi eşidən yoxdur ki, rahat danışa bilərəm. Hə, arxayın ol, danış. Laçın qələt eləyib qardaşıma salam verdim. Görüşən kimi xahiş elədi ki, bir nəfər var. Anamı narahat eləyir. Onu döymək lazımdır. Aha. Mən də ona görə getdim Şəmsi ilə dalaşdım. Sonra da qardaşın gətirdi, mənə pul təklif elədi. Mən də dedim, ayıbdır. Sənin anan mənim anam. 1.50 kimi sənə kömək eləmişəm. Aha. Üstündən biraz keçmişdi ki, dədən gəldi, dedi, Vidadi, pulu nədir verirəm, bir adam var, onu öldürmək lazımdır. Görürəm, sənin xəbərin yoxdur. Bax, Adəm kişidən o sözü eşidəndə mən də qurudum qaldım. Dedim, bu nə deyir? Mən adam öldürənəm, nəyəm? Ümumiyyətcə, bu nə söhbətdir? Bir dəqiqə dayan görüm. Sən zaman bir dəqiqə dayan. Atam sənə kimi öldür dedi? Nə bilim, tanımıram. Bir qadın adı dedi. Qadın? Bəli. Ona görə 250 min pul verdi sənə? Yox, dədən 50 min verdi. 200 mini Eldar gətirdi. Eldar niyə? Mənə dedi ki, nə iş görə bilərəm? Mən də dedim, ev al, kiraya ver. Sonra da dedim ki, bizim qonşuda bir məhəzə satılır. İstəyirsən, gəl gedək onu al. O da sabahsı günü 200 min pul gətirdi. Aha. Eldar pulu bilirsən, nətər gətirdi Laçın. Qarnında, bax belə gödəkçənin içinə yığmışdı. O saat bildim ki, pulu oğurlayıbdı. Qardaş, xətrinə dəyməsin. Sizin ailədən mən baş aça bilmirəm. Eldar pulu gətirəndə aldım, dedim atıram sizə. Sana da, atana da. Dedim, siz necə ailəsiniz? Ata-bala bir-birinizdən xəbəriniz yoxdur. Biriniz gəlib adam öldürmə sifarişi verir. Sən oğurluq pulla ev almaq istəyirsən. Bir dəqiqə dayan. Qardaş, sən bunları deyəndə Eldar nə dedi? Heç nə demədi. Utquna üzümə baxdı. Sonra? Sonra pulu götürdüm, getdim. Aradan nə qədər vaxt keçib, heç zəng eləyən də yoxdur. Əvvəla mən haram pul yemək istəmirəm.
İkincisi də qardaş, sizin ailədən qorxuram. Bu gün mənə kimisə öldür deyən adam sabah mənim də başımı yeyə bilər. Pulunuzu ona görə gətirmişəm qardaş. Əmanətinizi götürün, xatanızı məndən uzaq edin. Mən qələt eləyib Eldara yaxınlaşmışam. Deyirsən Bakıya təzə köçmüsüz. Buranı hardan tanıyırsan? Bir dostum var, o gətirmişdi. Adı Vidadidir. Vidadidir yox, Vidadi idi. Rəhmətə get. Nədən? Əşi, nə bilim, çox yeməkdən. Nə oldu? Niyə dayandın? Bir dəqiqə gözlə. Niyə çıxartdın? Hava sərindir axı. Kənd uşağıyam da, canım bək. Narahat olma. Gedək, xoş gəlmişik. Nahaq belə uzaq yerə gəldik, oturardıq da şəhərdə. Dedim biraz vaxt keçsin də, yaxşıacaq. Həm də təmiz havadır. Bəyənmədin burağı? Yo, niyə ki? Çox qəşəngdir. Qardaşımdır da. Sən atamdan soruşmadın ki, ay qardaş, oturduğun yerdə necə oldu belə varlandın? Ay balanı mən soruşmadım. Həbsxanaya yanıma gələndə özü açdı dedi. Nə dedi? Dedi, könüllü varlı bir adama nişanlanmışam. Rusiyada yaşayır. Mayanı da dedi o verib. Bəs sən soruşmadın? Mənə də tamam başqa şey danışdı. Orada balaca şəhər, axtaran kimi tapdım Milanı. Hə, o vaxtlar mən ona Mila deyərdim. Uzun sözün qısası nəyi var? Vəsiyyət elədi mənə. Dedi, nə eləyirəm bu barı dövləti? Onsuz da 3-4 ay ömrüm qalıb. Elə də oldu. Yazıq getdi rəhmətə. Day, mən də nə var idi? Pula çevirdim, qayıdıb gəldim. Bax belə. Bəs Eldar aparmamışdın, hə? Hə, Eldarı Milla rəhmətə gedəndən sonra apardım. Özünə də heç nə demədim. Mənim ona etibarım yoxdur. Ağzında söz durmur. Fikirləşdim ki, birdən ağzından qaçırdan onsuz da anan kirimir. Bu söhbəti də eşitsə, yediyimizi, içdiyimizi burnumuzdan tökəcək. Mənim balam, bu sirri bir o kişi bilir. Bir də mən. Bugün də sən eşitdim. Bax, bir daş altda, bir daş üstə. Ata-oğul aramızda bu sirri ölənə kimi saxlayır. İndi mən bədbəxt oğlu bədbəxt. Şübhələnməyim neyini. Eyvaz! Bəli, müəllim. Eldarın ambara qoyduğu çanta nə çantaydı? Bilmədim, müəllim. İçində nə olduğunu soruşmadım. Nə çantaydı o? Ölçüsü necə idi? Böyük idi. Yox, əlimlə göstər. Təxmini bu boyda olardı, idman çantası kimi. Nə rəng idi? Qara rəng.
Qara? Nəsə problem var müəllim? Ambarda hara qoydu? Gətirdiləcə mebellərin yanına qoydu. Xeyr, girdi baxdı. Bizdə orada dəmir şkaf var. Aha. Asarı soruşdu, verdim. Çantanı qoydu şkafa, ağzını bağladı, götürdü. Bu gün də gəldi apardı, aparanda da açar verdi mənə. Bəs soruşmadın bu nə çantadır? Ağır idi müəllim, birlikdə götürdük. Eləcə soruşdum ki, içində qırılıb sınan bir şey yoxdur ki. Dedi, yoxdur. Biz mənə niyə demədin? Qardaşınız da müəllim, dedim yəqin özü deyib sizə, xəbəriniz var. Nə oldu bəs, çox sağ ol. Sağ olun. Sən hardan gəlsin? İcazə aldım axı. Hə? Yadında deyil. Fikrim qarışıqdı, yadımdan çıxıb. Həmidə mi nəyə gəlmişdi? Sonra deyərəm. Hara gedirsən? Gedirəm üzümə su vurmağa. Naytavan zəng eləməmişdi. Natavan? Hə də dedim bu gün bizə gəlmək istəyir. İşte oradan yadımdan çıxmışdı. Onda sən get də. Qaqaş sənə nə olub? Həmidə mi nəsə dedi? Yorma da məni. Dedim axı sonra deyərəm. Sən belli, ləncimə, ged evə. Satanda da xəbər elə ki, bilim satdın. Nə əcəb oxumamısan? Mən orta məktəbdə yaxşı oxumuşam. Onu demirəm, Universiteti deyirəm. Nə əcəb ali təhsilin yoxdur? Ali təhsil? Mənim oxumağa marağım yoxdur. Olmuyor. Düzdür, müəllimlər deyirdilər ki, Eldarın zehni yaxşıdır. Bir dəfə oxuyan kimi hamısı yadımda qalırdı. Amma marağım olmayıb. Bəlkə iş görməkdir. İş. Biznes. Bizneslə də məşğul ol da. Ali təhsil ona mane olmur ki. Nə bilim, məndə belədir də. Niyə yemirsən ki? Əslində aclığım yoxdur. Yemək bəhanədir. Hə, məni görmək istədin, hə? Çox sağ ol. Heç sən də yemirsən. Onda başlayaq da. Sən niyə həyata elə tez-tez baxırsan? Kimsə gəlməlidir? Yox. Bəs niyə baxırsan? Mən narahat oluram axı. Biz gələndən bir nəfər maşının yanında dayanıb gedmir. Dayanıb da. Restoranın həyətidir də. Yox, mən narahat oluram. Mən gəlirəm. Görsən Sara xanım, zənnim məni aldatmıyor. Nə oldu ki? Getdim dedim ki, qardaş, mənim maşımın yanına niyə kəsdirib dayanmısan? Deyir ki, sahibini gözləyirəm. Xoşum gəldi maşından. Deyir, bəlkə satmaq fikri olar. Sən nə dedin?
Nə deyəcəm, əsəbləşdim. Dedim bura bazardır. Sonra? Sonra heç nə, üzr istədi, getdi. Afərin sənə. Yaman güclü intuisiyan var imiş. Mən olsam heç fikir verməzdim. Narahat elədimsə bağışla. Yox, qətiyyən. Onda xahiş edirəm, nuş elə. Laçın kimdir? Qardaşım. Zəng eləmişdi. Hə? Aycan Laçın. Hardasan ha? Bayaqdan zəng edirəm, zəng də çatmır. Qaqaş, elə yerdəyəm ki, axşam evdə deyərəm. Axşam nədir? Deyirəm, hövsələm çatmır. Çantanı da götür gəl bura. Eşitdin hə? Buyurun. Hövsələm çatmır, tez elə. Nə deyir, yenə nə qızmısan? Nə çanta? Canına zar çanta. Bilmirsən nə deyirəm? Hə? Mənim ambarımda gizlətdiyin çanta. Laçın, elə yerdəyəm ki, danışa bilmirəm. Axşam danışarıq. Ay, axşam nədir? Deyirəm, hövsələm çatmır. Çantanı da götür gəl bura. Yaxşı Laçın, uzağı 1 saata gəlirəm. Mağazada gözləyirəm. Həcə lafım bir həcə laf. Kəmər! Canan xanım getdi. Dedi evə gedirəm. Yaxşı. Çox gözlətmədim. Yox. Bağışla da üzr istəyirəm. Yeməklər də soydu. Eybi yoxdur. Hə, iş adamı olmaq belədir də. Hər şeyi var, bax tapmaq olmur. Bir saata gəlməsən, polisə axtarışa verəcəm səni. Problem var. Aycan? Elə bir keyfim pozuldu. Yox, keyfim pozulmadı. İşdir də iş. İş adamı oldum belədir də. Mənim atam da belədir. Harasa gedəndə telefonu dayanmır. Hə? İstəyirsən qalxaq. Sara, bağışla da üzr istəyirəm. Üzr istəməyə ehtiyac yoxdur. İncimirəm ki. Getmirik. Siz həyət evində olursunuz, yoxsa binada? Həyət evində olurum. Necə bəyəm? Evinizin zirzəmisi var. Yox, zirzəmisi yoxdur, amma ayrıca tikili var. Hə. Niyə görə soruşdun ki? Əslində düz adamlar bilirəm. Birinci görüşümüzdür. Amma məcburam deyə ona görə deyirəm. Çəkinmə, rahat ol. Nə lazımdır? Məni çağırdılar. Təcili getməliyəm. Bakıdan çıxmalıyam. Ləngiyə bilmərəm. Yolda gözləyirlər. Aha. Maşında çanta var. Dostumun şirkətinin sənəd sünədləri filanlardır. Onu sizə qoya bilərəm. Əlbəttə qoya bilərsən. Mən də elə bildim ki, məni apara bilmirsən deyən üzr istəyirsən.
Yo, ötürməyini ötürərəm. Yox, elə şey olmaz. Bu dəqiqə taksi sifariş verirəm, gəlsin, mən aparıram çantanı. Sən də ged işinin dalınca. Sara, Sifariş verdim, 3 dəqiqəyə çatır. ağır deyil. Narahat olma, buradan sən qoyarsan maşına, evdə də adam var, kömək eləyəcək mənə. Toxunmazlar. Ayıb deyil. Yox, sənət üstündədirlər deyə ona görə deyirəm. İstəyir lap qızıl olsun. Heç kim ona gözünün ucu ilə baxa bilməz. Narahat olma. Deyəcəm rəfiqəmindir. Qaydanda da zəng eləyərsən, həm də görüşməyə bəhanə olsun. Hə, düzdür. Hə, qaqaş. Çatdın evə. Hə, həyətə girdim, indi evə gedirəm. Dayan sözümə diqqətlə qulaq as. Hə, qaqaş. Zəng eləyib danışmışam. Eldarı deyirəm. Aha. Çağırmışam gəlir. Yanımda saxlayacağam. Natavan gəlsin, getsin mənə xəbər elə. Oldu. Ən əsas niyə zəng eləmişəm? Aha. Nə çanta barədə, nə də Eldarın səhər bura gəlməyi barədə. Evdə heç nə demə. Ha, könül nə yaxşı tez gəlib. Təkdir? Hə, təkdir, telefonla danışır. Kimdən gəldin? Tək. Nə yaxşı bu vaxtı. Laçın göndərdi. Tort nə münasibətlə? Ay ata, Laçının bir qızdan xoşu gəlir. Daha doğrusu ikisinin də bir-birindən xoşu gəlir. Aha, təzə mövzu. Sənin üçün təzə mövzudur ata, amma ana tanıyır onu. Yadında ana xəstəxanaya gəlmişdi, Natavan. Bu iş sənin günün qarı olsun. Az bəs orada niyə mənə demədin? Ay ana, imkan olmadı da. Xahiş edirəm, indi də palatadakı kimi ağzına gələni danışma. Nə olar, biraz şirindil ol. Ay ata, Allah haqqı Laçın özü gəlməyə utandı. Bilirsən kimdir? Şəmsin müdürüdür. Az üz gözünü niyə turşudusan ha? Şəmsinin müdür olanda nə olur ki? Şəmsinin bacısı deyil ki. Ay səni Şəmsi ilə bir yerdə bastırım. İndi kimdirsə bizi adam bilib xəstəxanaya yanıma gəlmişdi. Tanımaza bilməzə ağzının şorunu niyə dağıdırsan? Bu da təzə çıxdı. Biz onlara gedəsi, o bizə gəlir. Pus səni mən nə deyim ha? Səni dilindən asmaq lazımdır, dilindən. Dırhadır deyinə bunu gətirib evdə bədbəxt elədin. İndi də Laçının yolunu kəsmək istəyirsən? Gələndə nə olur ki? Burada pis nə var ki? Az uşaq həbsxanadan gələndə ayağını evə qoyan kimi sinəsinə çökmədin ki, evlən, evlən, evlən. İndi evlənir də. Niyə deyinirsən ki? Nə coşursan? Bir kəlmə söz idi də dedim. Az Zeynəbə də bir kəlmə idi də demişdin. Az qalmışdın evimizi yıxasan. Sənin bu bir kəlmələrin deyil, bizi yaman günə qoyar. Adəm. Az qıfılla! Qızım, canım gözüm, qəti narahat olun. Ananın səsi çıxmayacaq. Qızı özüm qarşılayıb, özüm də yola salacağım. Xoş üzlə, xoş sifətlə. İstəyirsən Laçına denən qoyu da gəlsin. Qəti narahat olmasın. Yaxşı mı? Natavandır, yəqin gəldi. Çıx qarşıla. Hə, Natavan. Yaxşı, gəl. Hə, mən indi çıxıram, küçədə səni gözləyəcəm. Nə dedi? Deyir, taksidəyəm, 10-15 dəqiqəyə çatıram. Hə, yaxşı. Ay, Nə oldu? az qala barmağımı kəsmişdim. Diqqətli oldu. Diqqətli olmaq olur ki, Allah'ın olsun, o qədər fikirliyəm ki, o qədər narahatam, heç bilmirəm nə edirəm. Sırğaya görə? Hə də, fikirləşəndə ki, axşam sırğa söhbəti olacaq. Elzanın yenə üzü dönəcək. İmkan tapan kimi ağzına gələn deyəcək. Səndən də ki, arası düzəlmiş ki, düzəlmiş. Görüşə bildin ata?
Mənim işim tələsik deyil. Mən mane olmayım sizə. Mane olmursa. Yox, yox, mən öz otağımda da görərəm işimi. Narahat olmayın. Çox qanacaqlı insandır. Hə, şükür. Nə danışdınız? Qoy biraz ağlım üstümə gəlsin. Nəsə işıq ucu görünür. Deyəsən kələfin ucu tapılır. O nədir Sara? Kömək lazımdır. Aparaq qoyaq sənin otağına, sabah gəlib götürəcəklər. Natavan. Sara, muştuluğumu ver. Hardan tapdın? Bu nə tonda məndən danışırsan? Sən kimsən ki, məni sorğu suala tutubsan? Yox ata, yaxanı əlimdən qutara bilməzsən. Həmid əminin bir sonda pulu itib. Xəbərin yoxdur? Saliton mağazalarının baş sponsorluğu ilə İmtina serialının 27-ci bölümü bitdi.